Herkese salam, hər vaxtınız xeyirli olsun. Bugün 1-ci sinif məntiq dərsi üzrə sizlərlə bərabər test işləyəcəyik. Gəlin başlayaq. Bugünkü mövzumuz aşkar operatorlardır. Gəlin başlayaq. Birinci sualımıza diqqət yetirək. A, B bərabərdir A üstəgilər 1. Deməli, gördüyünüz kimi 1, baxın, A-nın altındadır. 2 isə B-nin altındadır. Yəni, A-nın qiyməti 1-dir, B-nin qiyməti isə 2-dir. Biz burada 1-in üzərinə A 1-dir, B isə 2-dir. Yəni, biz burada toplayacağıq. 1 üstə gələk 2 bərabərdir 3. Doğru cavab A variantıdır. Çox asan və sadə mövzudur. İkinci sualımıza keçid edək. A-nın qiyməti 4-dür, B-nin qiyməti isə 2-dir. Gəlin bunları silək. Rahat olsun. A-nın qiyməti 4, B-nin qiyməti 2-dir. 4-dən 2 çıxacaq, o da olacaq 2. Doğru cavab C variantı. Üçüncü misalımıza baxaq. A-nın qiyməti 4, B-nin qiyməti isə 2-dir. Daha 3-dür. Deməli, A-nın qiyməti 4-dür, B-nin qiyməti 3-dür. Bu arada B birinci gəlib, A isə ikinci gəlibdir. B-nin qiyməti neçə idi? 3. A-nın qiyməti isə 4 idi. 3 ilə 4-ün cəmi olacaq 7. Doğru cavab A variantıdır. Dördüncü sualımıza keçid edək. A-nın qiyməti 2, B-nin qiyməti isə 7-dir. B-nin qiyməti 7 idi, A-nın qiyməti isə 2 idi. 7-dən 2-ni çıxsaq edəcək 5. Doğru cavab B variantı. Əziz dostlar, çox asandır. Birinci sinif üçündür. Nə kimi çətininiz olsa, nə kimi sualınız olsa buyurub yaza bilərsiniz. A-nın qiyməti 1, B-nin qiyməti isə 5-dir. A-nın yəni rəqəmlərini qoyaq üzərinə 1 və 5. Və bizdən cəmini istəyirsə, burada olacaq 6. Doğru cavab A variantı. Daha sonra 6-cı sualımıza nəzər yetirək. A-nın qiyməti 8, B-nin qiyməti 4-dür. Mən bu oxşarları sizin üçün qoyuram ki, yəni çaşkini yaratmasın. Laf istəsəz belə də yumurlaya bilərəm. Yəni siz çaşmayasınız deyə qoyuram. A-nın qiyməti oldu 8, B-nin qiyməti oldu isə 4. 8-dən 4 çıxırıq edəcək 4. Doğru cavab A variantı. 7-ci sualımıza baxaq. A-nın qiyməti 2, B-nin qiyməti 5. B-nin qiymətini qoyuruq 5. A-nın qiyməti isə 2. Doğru cavab 7. Desəz ki, 7 necə aldıq? 5-in üstünə 2 gəldik, 7 aldıq. Doğru cavab A variantı. 8-ci sualımıza keçid edək. A-nın qiyməti 4, B-nin qiyməti 7-dir. B-nin qiyməti oldu 7, A-nın qiyməti oldu 4. Çıxma olduğu üçün çıxırıq. Bu da edəcək 3. Doğru cavab B variantı. 9-cu sualımıza baxırıq. A-nın qiyməti 2, B-nin qiyməti 5. Deməli, biz burada nə edirik? Bizdə burada B yazılmayıb. Sadəcə A yazılıb. Ona görə A-nın qiymətini qoyuruq. A-nın qiyməti 2-dir. Və üzərinə 3 gələcək. Baxın, buradakı 3'ü yazırıq bura. Bu da olacaq 5. Doğru cavab A variantı. 10-cu sualımıza diqqət edək. Baxaq. A-nın qiyməti 4. B-nin qiyməti 1-dir. B-nin qiyməti 1 olduğu üçün 1'i yazırıq. A-nı bizdə yazılmayıb bura. Ona görə təkcə B-ni yazılıb deyə B-nin qiymətini qoyuruq üzərinə. Bu 5'i əlavə edirik. Bu da olacaq 6. Doğru cavab C variantı. Bu qədər əziz dostlar. Əgər testimiz daha maraqlı gəldiysə, mənim digər videolarıma da baxa bilərsiniz. Onlayn şəkildə hazırlıq keçirəm. 1-ci sinifdən 4-cü sinifə daxil olmaqla, həmçinin məktəbə qədər
uşaqlar üçün, yəni 5 yaşlı uşaqlar üçün də məntiq dərslərini keçirəm. Hələlik.